Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. X-Sport layihəsinin daha bir yeni buraxılışı ilə sizin qarşınızdayıq. Artıq Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyunları bitdi. Elə bu ətrafda biz müzakirə aparacağıq. Studiyada isə mən tək deyiləm. Bizim dəyərli həmkarımız, eyni zamanda sosial mediada da aktiv olan, artıq sosial media üzü olan, bizim idman sferasında sosial mediada üz olan Orxan Sübhan bizimlə olacaq və eyni zamanda dəyərli həmkarım Əli Cəfərov bizimlədir. Hər ikinizi xoş gördük. Hər vaxtınız xeyir olsun. Salam verirəm Orxana da. Xoş gəldin deyirik. Bəli, xoş gəldin deyirik. Dəvətə görə. Bugün Orxan milli komandanın Sadiq də dedi, ümumi də Fransa üzərindən oyunu yox. Ümumi dəyərləndirməyə çalışacağıq ki, baxaq görək bizim bu sikl nə ilə yadda qaldı, Azərbaycan millisi üçün nə dəyişdi, çoxdur. Yəni, hər birimizin sözü var bu ətrafda, çox danışa bilərik. Amma qısa bir müddət ərzində izləyiciləri də yormadan detallara varaq da. Əvvəlcə ümumi, daha sonra o detallarla gedək ki, Azərbaycanda milli başa vurdu, yaxşı bir xal, ənənəvi olaraq qrup sonuncusu. Bəs dəyişən nədir milli üçün? Dəyişən o Ayxan Abbasovun gətirdiyi milli ruh. Qısa bir müddət. Xüsusilə bunu vurğulamaq lazımdır ki, çünki bizim milli komanda çatmayan buydu. Bizim buna daha çox ehtiyacımız var idi. Şahrüddin Məhəmmədəliyevin yəqin ki, müsahibəsinə toxunacağıq. O da xüsusilə qeyd edib ki, soyunub geyinmə otağında Azərbaycan dilində danışmaq çox vacibdir. Bax, bizim buna ehtiyacımız var idi. Nəzərə alsaq ki, Sadiq, indiyə kimi müxtəlif qruplaşmalar desəm, bəlkə kimlərsə incəyərlər məndən, milli komandanın, yəni daxilində. Yəni, çünki 3 nəfər rus dilində danışırdı, 5 nəfər ingilis dilində danışırdı, nə bilim, 10 nəfər. Baxırdın, meydanda hamı düzülüb, oyun vaxtı. Himn oxumaq lazımdır, hamı sakit, ağzına su alıb dayanıb. Və misal üçün, mən xüsusilə qeyd eləmək istəyirəm, hərdən deyirəm ki, Türkiyə milli komandasına ümumiyyətlə baş məşqçi lazım deyil. Çünki orada oynayan 11 futbolçu, meydana çıxan 11 futbolçu, 85 milyonluq ən azı Türkiyədə yaşayan türkləri deyirəm, 85 milyon üçün özünü öldürməyə hazırdır. Yəni, yerə sürtürlər özlərini, divara çıxırlar, hər şey əllərindən gələnin, hər şeyin eləməyə istəyirlər ki, yəni, bax, yaxalarındakı o ay ulduzlu forma var. Yəni, onu haqqın vermək lazım. Hələ ondan belə razı olmurlar, Türk mediası onlardan. Dəfələrlə tənqidlər gedir. Onlarda ümumiyyətlə futbola yanaşma biraz fərqlidir. Hə, yəni ora getsək biraz dərinlikdə də orada batarıq. Ona görə getmək oralar. Birinci özümüzdən danışaq. Mən qardaşlarımız deyə söz yox, qürur duyuruq, fəxr eləyirik. Dünya çempionatına yəqin ki, play-offdan da olsa gedəcəklər. Ancaq yəni bir özümüzə də nəzər yetirək də. Bəs biz nə vaxt oynayacağıq? Bu günləri Curaçao Dik advokatın rəhbərliyi altında, misal üçün, dünya çempionatına getməyə çox yaxında, axırıncı oyunda Yamayka ilə öz meydanlarında oynayırlar. Orada bir heçiçə komandanı dünya çempionatına vəsqə qazandırır. Cabo Verde və yaxud da nə bilim Kongo, İrlandiya, qardaş, İrlandiya məni yandırıb tökən nədir? İrlandiya 3 gol vuran futbolçunun adı yadından çıxdı. Parrot təsəvvürlə Dublində hava limanının bir günlüyü sosial şəbəkədə Parrotun adına qoyublar. Parrotun adını veriblər. Yaşayırlar da onu görsən, yəni komanda necə? Nəfəs alırlar, xalq da nəfəs alır. Baxırsan, ərazi cəhətdən İrlandiya Azərbaycandan balacadır. Əhalisi balacadır. Curaçao'nun 165 min əhalisi var. Curaçao ən yaxşı ilə Curaçao. İndi kimsə deyəcək ki, Çinin nə bilim nə qədər əhalisi var, onda niyə? Qardaş, oralara getmir. Özbəkistan gedir. Mən təsəvvür elə, bir dənə baxıram qardaş. Handbolda bizi udublar İslam oyunlarında. Fikir verirəm, təsəvvürlə futbolçuları bütün Özbəkistanın idmanını qaldırıblar ayağa. Başa düşsən, yəni boks, handbol, futbol. Olimpiyadaya bax sən. Özbəkistan boksda da olimpiyadada son süpürdü medalları, dünya çempionatında da. Özbəklər ümumiyyətlə son illərin kompleks yanaşmanın belə deyək də qısa müddətdə. Onlarda 10-15 ilin nəticəsi deyil, qısa müddətdə görürlər. Bax onu çatmayan onda deməli tək problem futbol deyil də, problem ümumiyyətlə idmana yanaşmalar. Əvvəllər var idisə müəyyən mənada uğurlarımız, indi də var, judoda var qızlarımız. Bax, söhbət nədən gedir? Söz və qüvvət, məsələn, dövlət səviyyəsində gəl açıq danışaq. Dövlət səviyyəsində bütün federasiyalara diqqət, qayğı, yəni. Var, maliyyə. Qardaş, futbol deyirsən, futbola 2005-2015-ci illər ərzində dövlət proqramı söyləmişdilər. Həmin vaxt Azərbaycan çempionatından çox güclü çempionatımız var idi. Ən azından 5-6 komanda çempionluq uğrunda oynayırdı, hə? Yəni, deməli, nəsə eləmək olar da. Bax, həmin vaxtı, həmin o federasiyanın rəhbərliyi var idi, AFFAN rəhbərliyi. Onlar düzgün addımlar atsaydılar, bu günləri biz fərqli bir mənzərənin şahidi olardıq. Bugün bizim milli komandamızda Avropa Dünya Çempionatına getmək üçün ən azından play-off oynamaq şansı qazanardılar. Ən az o play-off üçün can atardılar, mübarizə aparardılar və yaxud da klublarımızın Avrokuboklarda sayı qruplarda daha çox olardı. Təkcə Qarabağdan kifayətlənməzdi. Bax, hamısı gərək bu futbol elədi ki, bu günləri hamı istəyir ki, futbol falan filan, hamımız danışırıq, eləyirik. Bu zaman tələb eləyən bir idman növüdür. Burada gərək bir ən azı bir illəri xərcləyəsən ki,
gələcək üçün nəsə görmək üçün. Yoxsa bu günləri filan kəsi gətirdik, sabah niyə nəticə yoxdur? İndi bax Ayxan Abbasovdan əvvəldə misal çəkdin, onunla başladım da. Mən Tərlan Əhmədov burada studiyamızda qonaq olanda mən demişdim ki, Ayxan Abbasovun nəticədən asılı olmayaraq qalmağını istəyərəm, hamı istəyir. Qeyd elədim ki, həmkarlar dəstək verir, jurnalistlər, həmkarlar dəstək verir. Tənqid çox az idi. Baxmayaraq ki, nəticələr elə də ürəkaçan deyil. Amma sən dediyin faktorları görürlər. Mənə yəni şübhə ilə yanaşdığım məsələ odur ki, Ayxan Abbasov bir vizual ortaya atılmış bir məşqçi olmasın. Nə mənada ortaya atılmış? Biz qəbul eləməsinlər bu sözü. Ki, yəni biz qoyduq, baxın, sizin yerli məşqçiniz də. Mən elə ən çox ondan qorxuram ki, misal üçün qarşıdakı günlərdə qardaş AFFA müqavilə bağlayıb ancaq açıqlamır ki, Ayxan Abbasov nə qədər milli komandanın sükan arxasında qalacaq. Mən ən çox ondan qorxuram ki, qarşıdakı günlərdə Allah eləməmiş kimi bir dənə mətbuatda bir dənə xəbərə rast gələk ki, Ayxan Abbasovdan yollar ayrılır. Biz təzədən gedirik, Debiazlər gətiririk, nə bilim Santuşlar gətiririk. Ancaq milli komandanı ancaq əcnəbi mütəxəssislər ayağa qaldıra bilərlər. Bəlkə də qorxublar. İnan mənə, sabah Pep Guardiolanı gətirsən, Zinəddin Zidan boşdu bu dəqiqə, gəlməz düzdür, Realdan başqa heç yerdə işləmək istəmir də Fransa millisi. Dedi qayıdacam, bu yaxınlarda açıqlama verdi ki, açıqlaması var idi, ancaq hələ konkret hara bilinmir də. Yəqin ki, böyük ehtimalla Fransa millisi. Yox, gəl belə danışaq da qardaş, bu günləri bunun çarəsi özümüzdədir. Sən soyunub geyinmə otağında kimsə Azərbaycan dilində yumruğun vurmalıdır stolun üstünə. Deməli ki, qardaş, bir sən nə var? Sən çıxırsan, bax bu 3 rəngli bayraq var ha. Bu nə bilim mənim himnim var, bayrağım var. Millət üçün, xalq üçün, dövlət üçün sən çıxıb orada canını qoymalısan. Başa düşdün? Yoxsa ay nə bilim Debiazi gəlir uşaqlar, bravo. Hər şey belə olmur qardaş. Yəni çıxırlar, məsəl getdilər, məsəl İslandiya 5-0 uduzmuşuq. Baxırsan hamı vəziyyət elə bir ki, mən oynayıb uduzmuşam orada. Qardaş sənin yəni rusların sözü olmasa, neujeli bir yaxın ətrafında bir dostun, qardaşın və yaxud da evdə qohum-ağrəbədə toya bayrama gedirsən, yasa gedirsən, nə bilim indi qaynayıb qarşısında qohum-ağrəbə ilə. Neujeli sənin bir yaxın ətrafında bir adam yoxdur ki, sənə görəndə desin ki, bu İslandiyadan niyə bu qədər top buraxdınız? 5 dənə top nə idi? Onda utanmırsan. Yəni mən olsam, qardaş, bax, milli komandanın futbolçusu olsam, Allaha and olsun deyirəm, mən məsələn bir oyun, 2 oyun, 3 oyun, yəni adam nə qədər uduzar, adam xəcalət çəkir. Azarkeşləri küstürüblər, stadiona getmir, qardaş. Son vaxtdan belə görməmişdik stadionda biz. Görməmişdik, niyə Fransa millisinin oyununa baxmağa gəlmişdilər də. Desən ki, yox falan filan razılaşmaram sənə, niyə? İslandiyanın oyunu da var idi, qardaş, satılar da 31 min bilet, niyə satılmadı ki? Orada Niderlanddır, İngiltərədir, Fransadır, Almaniyadır, İspaniyadır, İtaliyadır. Bu ölkələr gəlsəydi, bu mənzərə görüləcəkdi Tofiq Bəhramovda. Yəni bu mənzərə olacaqdı. Mbappe Allahdır. Qardaş, Mbappe Allahdır hamını. Biletlər almışsınız. Əksəriyyət Mbappe'yə görə almışlar, bileti gəlib görsünlər onu. Çoxu da yəqin ki, Realın azarkeşləri idi. Yəni, onu görmək istəyirdilər burada. Əlbəttə. İndi Orxanın sözünə bax, qüvvət vermək istəyirəm. Məsəl üçün, baxırıq, biz soyunub geyinmə otaqlarından danışırıqsa, Fransanın, Argentinanın, Messinin orada danışmağı, bax, öz dilində. Uşaqlar çıxmalıyıq, qazanmalıyıq finalda. Portuqaliyada o hissələr çox önəmlidir. Başa düşürəm, o futbolun qeyri-futbol tərəfidir. Hətta biz hələ ki qeyri-futboldan danışırıq onsuz da. Futbola girsək çıxamayacaq. Biz onsuz da indi girəcəyik. Çox maraqlı. Buyur. Biz indi o qeyri-futbol məsələsi indi bizə yaxşı 1-2 il o darta bilər bizi qeyri-futbol. Necə ki Ayxan Abbasov gəldi dediyə, əla ruh var komandada, oyun var. Nəsə də bir oyun nizamı var. Mənə elə gəlir. Yəni deyirəm, Ayxan Abbasov gələndən sonra uşaqlar, eşidirsiniz məni? Ayxan Abbasov gələndən sonra İslandiyanın oradan çıxına, açığı yenə bayaqlar demişdim, yenə qayıdıram ona. Biraz qorxaq futbol oynadı milli komanda, ancaq Ukrayna ilə, Fransa ilə əməlli başlı kişilər gücləri çatan qədər əllərindən gələn elədi. Qaldı ki, Sadiqin fikrinə, yadına saxla fikrini qardaşımsan. Qoy Sadiqin fikrinə bir də münasibət bildirim. Bildir. Sadiq orada deyir bir komanda, məsələn Messi gəldi, soyunub geyinmə otağında. Doğrudan komandamızın bir liderə ehtiyacı var. Bəli. Bizə futbolçu qıtlığı deyə Şahrüddin ona xüsusilə toxunub. Niyə oturdu indi dilə gəldim? Onu da başa düşmürəm açığı. Bəlkə də özü sığortalayırdı, bəlkə səhvlərdən sonra sığortaladı özünü. O da var idi. Ancaq yəni həqiqətən bizdə milli komandada mən çox istərdim məsələn Emin Mahmudov onu öz üzərinə götürsün və yaxud da nə bilim milli komandada bir lider olmalıdır qardaş. Oynamasa da məsələn Rəşad Sadıqovun son dövrləri adam o Qarabağda oynamasa da ən azı Qurban Qurbanovun yanından idarə eləməyə çalışır, dirijorluq eləyirdi, nə bilim nəsə eləyirdi. Ona görə indi baş məşqçi olaraq belə deyək də öz diktaturasını qoruya bilir. Diktatura bilirsiniz vacibdir. Mən ona görə Sadiq deyirəm ki, necə? Mən razı deyiləm. Baxıram. Yox. Bizim milli komandada Əli, gəl belə danışaq. Bizim milli komandada qardaş kimsə yumruğun stolun üstünə çıxmalıdır.
Bir dənə sən Luis Enrique'nin kadrlarını yəqin görmüşdünüz də. Bizi deyirsən sən Fransanın çempionunun baş məşqçisidir. Soyunub geyim otağında su qabını götürdü, elə atdı ki, məsələn başqası olsaydı orada götürsün şikayət eləsinlər Luis Ferguson da məhkəməyə. olub, o çox adam da olub. Yəni Yox, bilirsiniz nədir? Problem mən sizə bax. Siz səhv başa düşdülər. Ha, diktatura deyəndə əlləri qolları yer alar biraz da. Yəni elə məşqçilər var ki, mətbuat katibində işinə qoşulur. Ona ehtiyac yoxdur. Söhbət. Yəni baxın, o başqa şeydir. Soyunub geyim otağına, komandadan ora başqa adam girməməlidir. O söhbət oradakı diktaturadan gedir ki, bəli, bir nəfər də olmalı. Daha doğrusu bəlkə adı mühit qoyaq. Mühit qoyaq. Söz çıxardan onu. Bir dənə şey demək istəyirəm ki, heç bir bəlkə də milli komandaya gedəndə birinci baş məşqçinin problemi, işi düzəltməyə çalışdığı şey milli ruh olmur. Türkiyənin milli komandasının baş məşqçisi gələndə problemi heyətdir, taktikadır. Bizdə nədir? Milli ruh. Milli ruh düzəlir. Ondan sonra. İndi birinci məncə etapı Ayxan Abbasov pis formalaşdırıb da, formalaşdırıb. Bəli, belə deyə fundamenti atıb. İndi biz keçək, bax sən dediyin. Yaxşı, onun üçün sənin əlində resurs var Orxan, varmı resursun? Bax, söhbət ondan gedir də. Şahrutdin ona toxunub ki, qardaş, hamı deyir ki, getsinlər xarici ölkələrdə oynasın. Oradaydım mən, müsahibədəydim. Mən orada olmam. İkimiz oradaydıq bu arada. Yəni deyir getsin, qardaş, hara getsinlər? Doğrudan razıyam ondan. Bu günlər gəl, bax, bir dənə problem. Elə bil ki, birini düzəldilər, deyir, göz düzəldən yerdə, qaş düzəldən yerdə vurub gözü çıxardılar. Doğrudan elədir. Bu legioner limitin yığışdırılması nəyə lazım idi? Bu nəyə xidmət edir ümumiyyətlə? Bax, qardaş, biz futbolçu qıtlığından danışırıq. Eyni zamanda legioner limitin qaldırırıq. Nədir bizim çempionat? Yəni deyirsən, indi 2 ildən sonra Qarabağdan başqa 4 klubumuzun 4-də qruplarda oynayacaq, əsas mərhələdə oynayacaqlar. Ay tövbə əgər Şamaxıların dilindən deyir, amma ay tövbə əgər oynayacaqlarsa. Elə bir dənə Qarabağ vur tut, ola bilər Neftçi də indi zamanla bəlkə qoşular ona. Qoşulmalı, yoxsa, o borcudur yəni, qoşulmalı. Bax, bir tərəfdən də keçən dəfə kim idi, mütəxəssislərdən kimisə fikri var idi belə, çox maraqlı gəldi mənə. Deyir ki, qardaş, il boyu hamı Qarabağdan danışır. Düz deyil, Qarabağ göz qabağındadır. Ancaq digər klublar var, bunlar otururlar, yayı gözləyirlər, qardaş. Gəldilər, maksimum 2 dənə mərhələ keçərlər. Sonra bütün ili istirahət edirlər. Qarabağ keçir, oradan da bundan balansı. Müftə yeyirlər də, pul da gəlir balaslarına. Çox maraqlı, bunlardan danışan yoxdur. Bunun Zirəsindən, Araz Naxçıvanından, nə bilim, bir-bir saysam səni. Hamısı. Deyir ki, 12 komanda. Şahrutdin deyir ki, qardaş, 12 komanda demirdin. Gəlib ora növbəti komandalar, hə? İmişli neyyətindən içinə Azərbaycanlı oldu. Qapıçı öz mövqeyinə toxundu. Dedi, kimə əsas qapıçının Azərbaycanlı? Yoxdur. Bir dənə səlahiyyəti deyəsən. Mən, məsələn, Ayxan Abbasov dəstəkləyən adamlardan biri mənəm, dəfələrlə özünə də demişəm, çıxışlarında da demişəm falan filan. Ancaq bir tərəfdən də, məsələn, fikirləşirəm, Ayxan Abbasov, məsələn, heyətlə bağlı seçimlərin, məsələn, Şahrutdini buraxmışdı, hə? Deyir ki, Şahrutdinə deyir, iynə gücünə çıxmışdım. Bilmirəm, çıxıb kim səhv eləyəndə hamı deyir ki, iynəyin şotunu oynuyordum, nə bilim, nə eynirdim. Ancaq gəl belə danışaq da, bu günləri orada ola bilər Ayxan Abbasov bəlkə yeni heyət formalaşdırmaq istəyir. Sən dedin Aydını buraxsın ya. Yox, səlahiyyət oradaydı da. Ən çox oynayanda səlahiyyətdir. Səlahiyyəti buraxmaq lazımdır. Əgər təcrübə deyirsə, yaxşı da ruslar demişkən pazvalət eləyir. Başa düşdün? Qardaş, hə? Yəni hər şey niyə oynamır ki? Səlahiyyəti niyə buraxmırsan ki? Ay Ayxan mənim, başıma dönüm, qadoyu almısan. Niyə oynatmırsan ki? Adam buraxır start heyətinə. Amma dünən bir dənə sual oldu. Dedi, Aydın İslandiyanın oyunda necə oynadı? Necə dayandı qapıda? Valla ürəyincən idi sənin. Mənim Aydınla düşmənçiliyim yoxdur. Mən istəyirəm ki, ümumilikdə Azərbaycan futbolu qazansın. Yox, səhvləri də var da, özü də. Bəlkə daha gənc, bax Rıza özünü orada məhv eləyir. Uzan komandada Rızaya az qalıb. Yanvarda getməlidir, Kəpəzə getməlidir və ya Kəpəz dedilər, danışıqlar gedir. Yusif İmanovu da dedilər gətirmək istəyir. Belə bir dənə xəbər var. Ola bilər rəqabət yarada. Son dövrlərdə bax 2 dənə cavan, 2 nəfər üzr istəyirəm. 2 nəfər cavan, perspektivli qapıçı adı çəkildi. Yusif İmanov, Rıza Cəfərov. Rıza Cəfərov Kamran Ağayevin daha doğrusu məşqçiliyi altında inkişaf edən uşaqlardan biri olub. Və hətta mənim yadımdadır, bir dəfə sual vermək lazım oldu. Baş məşqçiyə suallar verildi falan filan. Kamran qayıtdı dedi ki, mənim qapıçımı sıxma çoxdan. Çünki o bu oyunun ən yaxşılarından idi. Estoniya və Azərbaycan oyunu idi. 1-1 qalmışdıq, Qəbələdə keçirilirdi oyun. Ən çox sual da elə Rızaya verilmişdi. Mən sənə deyim ki, bugün ölkədə ən perspektivlisi Rızadır. Rızada, yəni qapıçılar fikrimi təsdiqləyərlər, Rızada elə bir xüsusiyyət var ki, adam məsələn oyunun 2-ci, 3-cü dəqiqəsində bir gol buraxa bilər və yaxud da 45-ci dəqiqəsində. Mənəvi təsir edir, amma toparlana bilər. Epizoddan toparlanır, oyuna köklənə bilər. Emosional deyil də. Çıxarır. Ancaq Yusif İmanov da biraz fərqlidir. Yusif İmanov ilişib qala bilər həmin epizodda.
Yəni bax bu xüsusi burada Amma hər ikisini də məhv eləyə deməyə düz çıxmaz. Hər ikisini də geri atan klublarda birində baş məşqçi, birində rəhbərlik oldu. İmanovda da orada söz-söhbət yaranmışdı. Yəni söhbət odur ki, heç birinin problemi yoxdur. Uşaqlar normal qapıçıdır. Sadə gəlin ən əsasına bir dənə diqqət yetirək. Bu gün düzdür, məşqçilərə biz deyə bilmərik ki, sən filan kəsi oynat, bəhmən kəsi oynat. Əvvəl limit olanda qardaş bilirdik ki, ən azı bir 3 dənə Azərbaycanlı oynamalıdır, hə? 3 nəfər Azərbaycanlı. İndi məşqçilər də elə bil ki, hamı öz şəxsi mənafeyini güdür. Kənan Piriç o qədər güclüdür Rızadan. Gəl açıq danışaq da. Neftçi ilə bağlı onsuz da. Yəni biz necədir? Bu günləri heç Neftçini demirəm, Zirəni deyək, Rəşad Sadıqov. Qardaş Aydın Bayramov oynat da, niyə oynatmırsan ki? Thiago-nu oynatsan, hər oyun Thiago fantastik güya. Penalti zad qaytarmışdı Avrokuboklarda, hə başa düşdük. Ancaq bu bir özümüz necə Qurbanov fikirləşirik qardaş? Şahrutin o dedi də. Dedi Qurbanov futbolumuzu fikirləşir deyə məni oynadır hər ara sırada, yəni qarşılaşmalarda. Amma deyir digər klublara hansı var? Bir dənə səlahiyyətin adını. Yox, ki belə danışaq. Zirə ilə Neftçi ki çempion olacaqlar mövsümün sonu. Ay tövbə oldular əgər Qarabağ imkan versə. Hələ bundan sonra 2-3 ildə Qarabağ heç kimə imkan verməyəcək çempion olsun. Müddət dedin. Mən elə bir qısaldılmışım deyirəm ki, çünki suallar o qədərdir ki, əli tez-tez sual verir. Neftçi nə vaxt çempion olacaq? Nə bilim Zirə, nə bilim filan kəs Arazaq Çivanza, Turan Tovuzdan hələ qardaş mümkün deyil. Təbii ki. İndi sizə bir sual verim. Mətbuatda dünən verilən suallardan biridir. Aha. Həmkarlarımızdan biri Ayxan Abbasova çox belə maraqlı bir sual verdi. Baxmamışam mətbuat konferansına. Sən əgər baş məşqçi olaraq nə düşünürsən? Siz baş məşqçi olsanız nə düşünərdiniz? Ayxan Abbasovun yerində olsanız bu suala necə cavab verərdiniz və yaxud hansı hərəkət eləmək istəyirsiniz? Sualı ver görək. Baş məşqçi olmaq fikrim yoxdur, ancaq sual maraq. Ayxan Abbasova belə bir sual verdi ki, siz komandanın başına gələrkən eyni zamanda fundamental işləri də öz üzərinizə götürmüş sayılırsınız da, aşağıdan uşaqlar seçmək falan filan. O da deyir ki, hal-hazırda orada vəziyyət çox bərbaddır. Adam bunu açıqladı. Adam bu hissəni açıqladı. Qeyri-adi nəsə deməyib əslində. Və gələcəyə baxmaq üçün əgər Futbol Federasiyası Assosiasiyası sizinlə müqavilə imzalayarsa, siz gələcəyə necə baxacaqsınız? Aşağıdan futbolçuları tapıb yetişdirmək, yoxsa əlinizdəkilərlə inkişaf eləmək? Sizcə hansını eləməlidir? Əlindəkilərlə inkişaf eləmək istəsə, bu eyni çevir tatı, vur tatı olacaq. Aşağıya da baxmaq istəsə, bu çox böyük komanda tələb edir. Bunu Qurbanov yəqin ki, o vaxt deyəsən özü demişdi ki, mən gəlirəm, mənimlə bərabər gətirmişdi hətta da aşağı mən dediyim adamlar olsun. Rəşad Sadıqovu qoymuşdu 21-ə, o birisi komandalarda da öz istədiyi adamlar var. Öz istədiyi adamlar olmalıdır ki, çünki mən zəncir qırılmasın da. Mən bilim kim gəlir. O mənə məruzə eləyəcək, o üstə. Yəni mən belə deyək də, əslində elə də olmalıdır. Elə olmalıdır. Yəni bizim kimi ölkələrdə elə olmalıdır. Bəlkə bir-birinin işləməlidirlər də qardaş. Bizdə də elə, İspaniyada, digər ölkələrdə də yəni məşqçilər aşağı komanda məşqçilərini raport verirlər də yuxarıya ki, bax bizdə bu oyunçu var, bu hazırdır. O çağırır 21-ə və ya daha sonra əsas komandaya 18 yaşında. İndi biz elə ölkəyik ki, bizdə İspaniya kimi ya digər ölkələr kimi deyil də. Yəni 17-18 yaşında əsas milliyə namizədlər hazırdır. Yəni wunderkindlər yoxdur hələ ki. Olsa bəlkə olacaq. Amma belə olmalıdır ki, bir-bir məruzə eləyə yuxarı qalxacaq. Əsas gələcək kimə? O vaxt Qurbanov sistemi o idi ki, sonda gəlinsin ki, bax bu oyunçumuz var. O da deyəcək gətir yoxlayaq, əsas komanda eləmək. Necə ki, indi Qarabağda Avtomobil Hacıyev və yaxud da indi ondan əvvəl kim ki ötürürlər Hikməti, digər oyunçuları ki, bunlar var. Mövsüm öncəsi yoldaşlıq oyununda oynatdı onları, çempionat oyununda oynatdı. Bax belə yoxlaya bilir də onları ki, 2-3 oyunçu qazandıra bilir. İndi onun üzərində işləyəcək, daha təkmilləşdirib daha ya peşəkar futbolçu çevirəcək, o artıq Qurbanovun işidir. Millidə də onu eləmək. Yox, sən deyən kimi mən də Orxan da razılaşır, məncə razılaşır ki, hazır yox. Çünki hazır nəyimiz var ki? Hazır olması üçün gərək 8 il, 10 il, yəni bu aşağı indidən başlayıb 8-10 ilə yetişdirmək ki, yəni həmişə müqayisə mən deyirəm dəfələrlə ki, İspaniyada o dostumuzun oğlu oynayır indi 15 yaşlılarda. Həmişə onu vurğulamışam ki, o müqayisə səhvdir, başa düşürəm, yanlışdır. Amma o deyir ki, bir liqada, bir yaş qrupunda 6-7 liqa var. 6-7 liqanın hərəsində 10 komanda oynayır. Hər komandanın bir bazasında 700-800 uşaq yəni seçimlərə qatılır. Rəqəmlərə bax. Bir də həndəsi silsiləni hesabla bir dənə. Rəqəmlərə bax. Oradan ona görə 15 yaşında bir cinaha 3-4. Bizim indi bir dənə Rüfətin, Elvinin oynadığı cinahda 2-3 futbolçu var da. Toral da ora qoysaq, həmkarlarımızdan biri yazmış deyə xatırlamıram. Düzdür deyir. Toral, Elvin, bir də Şamaxıdan. Abbasov, Rüfət. Yəni o da çətindir onun ora düşməyi də indi Elvinin olduğu yerdə. O cinahda biraz xəstələnməsələr düşənməyəcək. Xəstələnməsələr və ya oynamasalar düşənməyəcək. O cinahda biraz rəqabət var da. Digər cinahlar üzrə bizim eyni mövqeyə 2 oyunçumuz Mahir yoxdur, heç kim deyir. Yoxdur da. Yəni maraqlı gələn əl nə idi? Elvin qızdırmalı idi deyəsən. Elvin qızdırma, Toral da bundan öncə Toral zədə başa düşdüm. Elvin qızdırması, yəni dedin 4-5 gün çəkdi. Yəni
İndi babalyum yoxdur, ola bilər də xəstə. Biz də xəstələnəndə 3-4 gün özümüzə. Həm də bilirsiz necə Elvin bərpa olma prosesi. Məncə yox. Yəni sən Orxan şübhə ilə yanaşmaq niyə? Elvin indi pik vaxtındadır. Hər kəsin də diqqəti üzərində. Xüsusilə adı da çəkildi. Yalan doğru Lille adı çəkildi. Fransa ilə oynayırıq. Məncə Elvin hamıdan çox istəyərdi ki, dünən oyunda olsun. Ən azı özünü ən yaxşı tərəfdən göstərsin və fransızların bir daha diqqətində olsun istəyirdi. Çox yaxşı bir məqama gəldi. Fransızdan diqqət etmişəm. Dünən mən baxıram, həsəd aparıram hərdən xarici ölkə medialarında nə mənada. İndi bizim yerli kanallarda, idman, xüsusilə idmanda bacardıqları qədər özləri və yaxud da nazirlik, digər AFFA fərqi yoxdur. İndi səfərə hansı komanda dəvət eləyirsə gedirlər. Amma dünən Fransanı baxdım, sadə bir jurnalist cibindən elə aparatura çıxartdı ki, yəni bir sayt üçün şərh gedirdi. Sayt üçün. Biz qorxduq ki, mina təmin. Belə bir qəribə aparatlar çıxartdı. Bu nə televizor hardandır? Bu hardadır? Mən də televiziyada işləyirəm. Neçə ildir? Bu nədir bu görəsən? Və həmin o media zonasında qəşəng studiya qurmuşlar özlərinə, balaca mini. Oradan bağlandılar. Mən təxminən 10-12 saydım, görmədiyim adamlar da var idi. Media sektorunda təkcə adamlar radioya qədər işləyirdi. Radio sayt üçün ayrı şərh gedirdi. Radio üçün ayrı şərh gedirdi. Hələ TV üçün də yəqin ki, yuxarı zonada şərhlər gedirdi. Bir işə yanaşmadan çox şey asılıdır. Niyə lazımdır onlar Azərbaycana amma gəlmişdilər. Görsən? Hə, niyə lazımdır onların Azərbaycana gəlməyi? Nə düşünürsən? Çünki mən düşünürəm ki, onlar Fransa dünya çempionatında oynayacaq. Onlar gəlir ki, komandaların oyununa baxsınlar. Bir mövqedə hansı oyunçu bu əvəz olunub? Mbappe yoxdur, Dembele yoxdur. Kim oynayır? Tutalım. Hə bu necə oynayır? Statistikasına baxırlar, dəyərləndirirlər, gedib öz mediasında yazacaqlar, pozacaqlar, ekipdə, orada, burada dəyərləndirəcəklər. İstedadları baxırlar. Azərkeş niyə gəlmişdi dünən? O qədər bir sektor Fransa böyük Fransa bayrağı. Maşallah. Bir dənə bayraq var idi. Dayanmadan 30 min azərkeşimizi susturdular. Maşallah da denən. İndi nə deyirəm sənə? Bax indi jurnalistlərdən danışırsınız. Mən bir dəfə getmişəm milli komanda ilə. O da ofisdə təlim məşq toplanışına getmişəm. Əvvəlcədən dedilər 12 günlük. CBC Sportda işləyirdim onda. Oradan göndərmişdilər. Deməli təsəvvür elə 12 günlük aparıblar bizi. 4 gündən sonra 4 jurnalistlik. Bir də operator gedib bir dənə mənim vəssalam. 4 gündən sonra dedilər ki, Orxan operator nə qalır burada? Sizi yola salırıq gedin. Hə, yəni siz ancaq ora kimləri dəvət təsəvvür elə Vaqif Sadıqov oradaydı, deyəsən Ağa Səlim Mircavadov oradaydı. Elə yəni pul bir dənə bizə çatmadı. Hə. Bizi oradan qaytarıb göndərdilər. Hansı ki mən orada qalanda elə neçə dənə reportaj göndərmişəm oradan bura. Niyə inirlər sən oturub da orada veteran futbolçular yeyib içirlər, istirahət edirlər. Sən niyə inirlər orada? Söhbət 2000-lər orada. Qoy şey eləməsinlər, sonra elə bilərlər AFFA-nın indiki rəhbərliyi. Yox, 2015-də olub söhbət. Ondan sonra getməmişəm. İnan ki, gözləmirəm də. Yəni nə vaxt demişəm, özüm dilə gəlib demişəm ki, qardaş, mənə növbə nə vaxt çatacaq? Ki milli komanda ilə hardasa olunda, yəni. Mən demirəm, heç kimlə işim yoxdur, qardaş. Hamı kim gedir, Allah canı sağ eləsin. Ancaq yəni bu növbəli şəkildə olmalıdır. Mən indi heç bir televiziyada işləmirəm. Ən azı sosial şəbəkədə kifayət qədər izləyicisi olan bir futbol 200 minə yaxın izləyicim var, nə bilim. Baxıram ki, misal üçün mənim valla elə deyəcəm indi bəlkə də kimlərsə acıq gələcək. Bəlkə mən əvvəl televiziyada işləyəndə xəbərlərdə dediyim bir xəbəri misal üçün. Onu götürürdüm, səhər orada xəbərdə demişəm, axşam götürüb öz səhifəmdə paylaşırdım. Axşam paylaşana deyirdilər ki, elə bir təzə xəbərdir. Çünki baxmayıblar ora. Bu dəqiqə hər kəs bunu qəbul eləsə də, eləməsə də sosial şəbəkələrdədir, qardaş. Düşürsən metroya orada, minirsən avtobusa orada, nə bilim iş yerinə gəlsən orada. Hamı telefon əlindədir, sosial şəbəkələrdədir. Xüsusilə idmanla bağlı. Bəli, idmanla bağlı. Belə pis çıxmasın, indi mənəmlik demək kimi çıxmasın. Sosial şəbəkədə də TikTokda xüsusilə birinci idman səhifəsi açanlardanım. Əlimdən gələn, hər gündə bütün xəbərlə əlləşirəm. Elə olur ki, mən zəng eləyirəm, elə olur hansı saytdan uğurlayıram xəbəri, nə dəxli var ki, yəni çəkirəm, görüntülü falan filan, montaj eləyirəm. Çatdırılır da, əsas onu izləyiciyə çatdırılır. Yəni, əlimdən gələni eləyirəm. Baxıram ancaq buna, saytlar var ki, qardaş, incələcəklər məndən, saytlar var ki, gün ərzində bəlkə bir 15 nəfər girib baxmır ona. Yəni qardaş mediada söhbətdən gəldi bura çıxdı. Yəni yanaşma onlarla çox. Yanaşmanı deyirəm ki, Fransaya bax bir dənə. Yanaşma bax. Radio xüsusi gəlir, televiziya xüsusi gəlir. Ayrı-ayrı şəhərlər gəlir. Səhv eləmirəmsə, Benfica ilə oyundan öncə çox belə istənilməz bir hadisə yaşanmışdı. Onun öncəsi ənənəvi mətbuat konfransında Qurban Qurbanov oturdu, dedi ki, sual var. Yerli media orqanları heç nə demədilər. Yox idi da, çünki ona görə. Bizim media orqanlarındansa yox idi. İndi gəlin tərəziyə qoyaq. Azərbaycan-Fransa oyunundan öncə ənənəvi mətbuat konfransında Deşampa sadəcə bir sual verilib Azərbaycanlılardan. 78 dənə bəlkə sual var idi Fransız mediasından. Nə qədər adam var idi. Adamlar gör
necə professional yanaşır məsələyə. Bizdə orada televiziyalarda, yəni büdcə ona Yenə deyirəm, artıq həll eləyiblər dünya çempionatını. deyil. Yerli media kanallar da ona Qaydaq şey, yəni bunlar dünya çempionatını vəsqə qazanıblar, Azərbaycanla oyunun nəticəsi, yəni lazım deyil. yoxdur, bunlar hər şey həll eləyiblər. Bitib hər şey. Yenə də bu qədər diqqət var, maraq var milli komandanın oyununa. Mən ona dedim. Mən dünən Sadiqa. Mən ona görə deyirəm ki, bizdə hərdən bizə peşəkar yanaşma yoxdur. Biz hərdən filan yola ver. Qardaş olmaz belə. Biraz peşəkar olmaq lazımdır. Biraz yanaşmanı dəyişmək lazımdır. Biz futbolumuz niyə irə eləmir? Həm də bilsən niyə? Çünki biz beyin olaraq dəyişməmişik. Mən həmişə Futbola yanaşmamız bizim səhvdir. Biz birinci beyin olaraq dəyişməliyik. Ondan sonra futbolda nəsə gözləməliyik. Mənim futbolçum bahara baxsan gürcüdür, başqa millətin nümayəndələridir. Avropada hər yerdə vermə qardaş, bax gör nə deyirəm. Belə əslində belə fikirləşirəm, sağlıqlarına qismət deyirəm. Mən heç kimin pulunu saymamışam. Şükür Allah hər şeyləri var futbolçuların. Evləri, eşikləri, bizneslərinə kimi var. Hə? Ancaq götür bir dənə sıravi jurnalisti misal üçün. Qaçır buradan Tovuza gedir, oradan gəldi Şamaxıya, buradan Qəbələyə, Bakıda soyuqda, istidə, nə bilim nədə. Müqayisə eləsən, arada yerlə göy qədər fərq var. Hə? Bunu deyirəm qardaş, biraz verməyin futbolçulara o qədər. Elə futbolçular var ki, özlərinə elə qiymət qoyublar. Əli, belə fantastik deyirsən ki, misal filan, mən məşqçilərdən eşitmişəm bunu. Məşqçi deyir ki, qardaş, elə futbolçu var ki, klubsuz deyə bu dəqiqə. Çağırırsan gəl, deyir ki, bu qədərdir. Başa düşdün yəni, bu qədər pula gəlin. Sən də indi dedin, onda limiti ondan əsaslandırdılar da, güya futbolçular süni qiymət. Limiti başa düşdüm. Onu əsaslandırıb yığışdırdılar ki, qoyun. Yo, bax, burada yenə də dediyimiz şeyə gəlir. Qurbanov. Neynir? Artıran kimsə maaş artımı ilə bağlı, hansısa futbolçu dəyərindən daha artıq istəyəndə qapını göstərir. Mən ona razı deyirəm. O dəyər məsələsi biraz o nisbi də anlayış. Burada biraz fikirlər qarışıqdır. Yəni mən demək istədiyim odur ki, qardaş, yəni biraz baxırsan ki, o qədər yəni qazanclarının qarşılığını vermirlər. Başa düşdün? Mənə də lazım olan klublara heç qoyuram qırağa, mənə lazım olan əsas milli komandadır. Mənim milli kimliyimdir. Mən hərdən deyirəm ki, o 2020-də oğlanlar var idi, qayaya dırmanıb bıçaqla, tapanca ilə işğaldan azad edən oğlanlar. Onlardan biri 11 nəfər versəydilər bizə, bütün oyunları onlara aparardıq. İnan mənə çıxıb döyüşərdilər. Yəni orada nəsə atmaq lazım deyil. Sadəcə yəni ən azı canlarını qoyardılar ki, millət bizə baxır. Allah rəhmət eləsin şəhidlərimizə. Allah bütün şəhidlərimizə, baş əyri qarşısında veteranlara, qazilərə də Allah can sağlığı versin. Yəni necə deyim, dərdimiz böyüdür. Bakının dərdi var, Bakı xəstəliyi. Əslində saatlarla Azərbaycan futbolu. Bax, siz su için bütün bu detallara da vardıq. Biraz futboldan kənar və futbol qarışıq. Qaydıq yaxşı bir sona yaxın. Ayxan Abbasov ruh falan hər şey qoyduq qırağa. Orxan taktik olaraq nə çatdırır? Mən 5-li müdafiəni gördüm. Əslində 5-li müdafiə qurmusansa müasir futbolda cinahların çox yaxşı olmalıdır. Sən onu yaxşı istifadə edə biləsən. Yəni dayanmadan Elvin kimi də dal qabaqda, arxa qabaq işləyə bilsin. O yoxdursa 5-li müdafiə müasir futbolda işə yaramır da. Yəni yeyilmir və öz-özünə qatil olursan da elə bir. Ancaq gəl bir şey də xüsusilə vurğulayaq ki, biz bu gün kimlərə qarşı oynayırdıq? Doğrudan biz çox güclü qrupa düşmüşdük. Orada Ayxan Abbasov, Qurbanov da olsaydı, gəl ki buradan yəni çıxmaq çox çətin məsələ idi. Qrupdan çıxmaq. Heç hansısa oyunda qələbə qazana bilərdi. Hə, misal üçün məncə İslandiyanı burada, yəni məğlub eləmək demirəm, ən azı heç şey eləmək olardı. Kadr potensialımız da bizim axı qıtlığı yaşayırıq. Taktiki cəhətdən məncə Fransaya qarşı başqa cür oynaya bilməzdik. Və yaxud da xal çox vacib olan İslandiyaya qarşı sən hücum futbolu oynamaq biraz qorxaq futbol demirəm, amma o qorxaq futbol. O qorxaq futbol. Ona görə mən deyirəm ki, orada misal Fransa ilə qarşı oynadıqları Ayxan Abbasov özü də xüsusən qeyd elədi ki, bu qədər hücum elədilər bu komandaya qarşı. İslandiya o qədər hücum eləməyib Fransaya qarşı. Yəni şoka düşdü ya Fransa. Yox, doğrudan özləri o birinci hesab bərabərləşdirən kimi idi, addı yadından qalmayıb. Mən Matetanı deyirsən? Matetadı nə? Mən Ayxan Abbasovun Mateta dedi ki, şokdaydıq, yəni gözləmirdi Azərbaycan. Mateta 1-2 dəfə hələ etiraz ya hakimə ki, vurulmayan, sayılmayan qolları niyə saymırsan? O davasını eləyirdi. Adam 3 qol vurublar, ikisi də sayılmayıb 5 qoldu toplamda. Hələ o hər bir qolun davasını eləyir ki, niyə saymırsan? O öndə çıxırdı. Ayxan Abbasov ilk qoldan sonra qayıdıb orada. Mən yenə də səhər efirindədim onu dedim. Xəzər televiziyasının efirində. Bilmədim onun səsi idi, yoxsa kənardan ayılmayıblar, oynayır. Onu biz ikimiz orada öz aramızda da dedik. Doğrudan yaxşı fürsət ayılmamışlar. 5-ci dəqiqədə deyib, onu ayılmayıblar. Yəni birində Mateta dedi ki, çox üzr istəyirəm. Fransaya qarşı hücum futbolu oynamaq çox yaxşı idi. Yəni əvvəldən başlamaq.
fizikada belə bir qanun var da, təsir əks təsirə bərabərdir. F1 bərabərdir mənfi F. Yəni bu bilirsiniz nədir? Zərbəni endirsən, sənə də o zərbə gələcək və bunu bilirsən. Çünki bilirsən ki, sən ikinci dəqiqədə Fransanın qapısına qol vursan, sənə vuracaqlar onsuz da. Arı yuvasına çomaq soxmaq. Bax söz və qüvvət, yəni orada sən ikinci qolu vursaydın, yenə də onlar gələcəkdilər. Yəni onlar bir yana döyürdülər. Yəni ona görə sən hücumunu oyna. Sən kimdən kim müqayisə edirsən? Yəni gəl futbolçulara baxaq hansı klublarda oynayırlar. Sən futbolçular harda oynayır? Ehtiyatda otururlar. Qardaş, bu günləri oyunun ən yaxşısı, misal üçün, mən son 2 oyunu deyirəm. Xaybullayevin, bir də Xəyal deyəmə. Mənə Samir Əliyev xatırladır. Mən razılaşarsınız. Samirin də oyunu, yəni mən də görmüşəm, yaşım mükəmməl. Məndən 43 yaşım var da, mən də harda azdan çox. Bir 10 yaş fərqimiz var, amma yenə də mənim də görmüşəm. Yəni Samir Əliyevi görmüşəm. Samir Əliyevin hətta 21 yaşlarda oynadığı dövrü də görmüşəm. Çünki Sumqayıtda yaşayırdım, oradan futbola gedirdim. 21 yaşlarda bir ara Sumqayıtda oynayırdılar. Orada görmüşəm, elə Fransaya qarşı, Portuqaliyaya qarşı oyunlarını görmüşəm Samir Əliyevin. Ondan sonra Uralana qədər, nə bilim, Ukraynada falan filan, yəni baxmışam hamısına da. Yəni demək istəyirəm, Xəyal çox aktiv idi, adam dayanmırdı. Mən bir də məsələn Duran axırıncı oyunları görsən, Çempionlar Liqasındakı oyunlarını görsən, yəni adam öz xüsusi Chelsea ilə oyunda çox aktiv idi, dayanmırdı. 70 dəqiqə adam dayanmadı. Qurban da mətbuat konferansında çox təriflədi onu, həqiqətən o haqq eləyirdi o tərif. İndi Xəyal Əliyev eyni zamanda bizim Duranımız yoxdur. Xəyalımız var, hə? Müasir futbolun məncə bunlardan, məncə heyəti yaxşı bir dənə heyət formalaşdırmaq olar. Özü də Ayxan Abbasov 21-dən gəlib bura. 21 o gələndən sonra artıq hamı əli ürəyində himni oxuyurdu. Bax, milli ruh budur da, qardaş, biz istəyirik ki, bu meydana çıxan fərqində olsun kimi üçün çıxıb meydana. Bizə gör necə ləzzət elədi Anton Krivaçukun Azərbaycanla danışması. Şahruddin də o gün Azərbaycanca müsahibə verirdi. Mən ona bir dəfə Səbahi ilə oyundan sonra idi, mən 2-3 il bundan qabaq idi. Gəldim stadionda, yaxınlaşdım Şahruddinə, müsahibə istədim ondan, çəkmək istəyirdim onu. Oyunla bağlı, çempion olmuşlar, səhv eləmirəmsə, həmin ili danışmağa. Mənə Azərbaycan dili danışır mənə. Yox qardaş, yox, mən Azərbaycan dili ilə Yaxşı yamsılıyır. Yox, zarafatsız, yəni adam nə deyib onu deyirəm. Yəni müsahibə verməyi dedi, rus dilinə verim. Mənə baxanlar da Azərbaycan dillilərdir. Həm də ki, mən lazım deyil, yəni problem başa düşsən, mənim səhifəm Azərbaycanlılar üçündür, ruslar üçün deyil. Sən mən milli komandamda oynayırsam, ona görə deyirəm ki, qardaş, bu milli komandada oynayan ən azı himni oxumalıdır, Azərbaycan ilə danışmalıdır. Özümüzdə də az yoxdur. Dünən Azərbaycanca danışırdı adam. Həmkarlarımızdan hansısa rusca sual verdi, başladı rusca danışma. Adam danışırdı da. Yəqin onu bizim də bu şeyimiz olmuyor da. Allah qoysa. Kimi görürük onun dilinə danışmağa da çalışırıq. Bax Antona mənim xoşum gələn nə idi? Sualı Azərbaycanca qavrayır yaxşı şəkildə. Normal da cavab verir. İllərlə burada yaşayan ruslar var, başa bir özlərini ar bilirlər. Vallah şəhərin mərkəzinə keçsək, baxırsan, hərdən mənə acıq gəlir ki, məsələn, kimsə uşağın rus bölməsinə qoya bilər, nə bilim. Qoy bilsin. Ancaq ana dili dil öyrənin. Marşruta miniblər, məsələn, mən marşrutdan gəlib gələndə marşruta minir, deyirsən ki, qardaş, başlayıb, nə bilim, rus dilinə danışmağa elə. Özün kifə göstərsən, qardaş. Başa düşdüyündə sən rus dilini bilə bilərsən. Mən də bilirəm rus dilini. Bu mövzuda Rusiyyətdə də yaşamışam. Yəni ancaq qardaş, hər şeyin bir həddi var da. Yəni bu çox belə əndazəmizdən çıxırıq hərdən, başa düşsən. Kiməsə özümüzü oxşatmağa çalışırıq. Ancaq birinci özünə oxşa. Bu da başqa mövzudur. Bu mövzuda ən belə deyək, ideal və pik hədd Maksim Medvedevdir. Maksim Medvedev bu mövzuda sütunu atdı. Adam Azərbaycan himnini çox gözəl bilirdi, Azərbaycanca danışırdı. Bu dəqiqə çağıraq 4-cü qonaq kimi yanımıza, səndən məndən yaxşı gələcək danışacaq. Yəni adam həqiqətən Azərbaycanlıdır. Artıq biz sona doğru yaxınlaşırıq. Yekunla demək olar ki, əsas nədir? Ayxan Abbasovun gətirdiyi milli ruh gəlib, hər şey var. Onunla davam etmək həmkarlarımız dəstək verir. Elə ki biz qarşıyıq ki, 1 il, 2 ildə, onsuz da buna qədər heç nə görməmişik millidən nəticə olaraq. Qoy 1-2 ildə görməyək, heç olmasa 1-2 dənə futbolçu qazandıra bilsin və yaxud aşağıdan nə isə səhmana sala bilsin ki, bir 7-8 il sonra, 10 il sonraya da biraz ümid qığılcımımız olsun. Yaxın 6-7 ildə milli komandadan bu gedişlə heç nə gözləməyə dəyməz. Çox xahiş edirəm, əcnəbi gətirməyin. Yəqin ki, AFFA rəsmilərindən kimsə görəcək də bu videonu. Yəqin ki. Çox xahiş edirəm. Yəni biz də fikirləşin. Məndən gözləyin. Mən Azərbaycanlıyam. Mən bilsən necədir? Mən millətçiyəm. Mən demək istəyirəm elə. Başa düşsən? Yəni biz, yəni normal komanda görmək istəyirik. Yorulmuşuq artıq azarkeşləri toplamaq lazımdır stadiona.
Dünənki kimi. Dünənki kimi. Dünən Fransa oyunundakı kimi belə. Bütün oyunlarımızda, həm klublarımızın Avrokuboklarda, həm də milli komandamızın stadionlarında azarkeşlərimizə səslənirəm ki, gəlin, yığışağın komandalarımıza azarkeşlik eləyəyin. Qoy bizi, deyir o, uzaq Afrika çöllərində də tanısınlar. Öpürəm. Elə uzaq Afrika çöllərində də tanınmaq ümidi ilə deyək və milli komandamıza da uğurlar arzu edək. Gələn görüşlərdə görüşənəcək. Hələlik. Sağ olun. Hələlik.